Diqqət, diqqət, Green Card cavabları mayın 3-ü açıqlanır. Diqqətli ol, bəlkə sən də qaliblər arasındasan. Belə ki, hər il 100 mindən çox şəxs Azərbaycandan yalnız Green Card'a müraciət edir və qaliblərin sayı 1500-ə qədər olur və artıq çoxdan gözlənilən vaxt gəlib çatıb, sayılı günlər qalıb, 4 gündən sonra Green Card cavabları açıqlanır. Trump administrasiyası indiyə qədər miqrantlarla bağlı bir çox qaydalarda dəyişiklik eləsə də, müəyyən məhdudiyyətlər tətbiq etsə də, Green Card'la bağlı hələ ki heç bir dəyişiklik yoxdur. Çünki Green Card tutacaq, kim ki qalib gələcək, elə Green Card'ını, pasportunu götürüb gələcək Amerikaya. Green Card mayın 3-ü açıqlanır və nəticəni yoxlamaq üçün birdən elə bilərsən sənə e-mail gələcək. Yəni nəsə xəbərdarlıq qətiyyən. Mayın 3-ü dvlottery.com saytına girəcəksən, soyadını yazacaqsan, confirmation number'ı yazacaqsan və doğum tarixini yazacaqsan və nəticə orada bilinəcək. Ya yazılacaq randomly selected və yaxud da yazılacaq has not been selected. Uğurlar.